Hər kəs Əli Əliyevin işarəsini gözləyir. Beləliklə 27-ci turun Neftçi Araz Naxçıvan maçı start götürür. Heyətlərlə tanış olaq, Neftçi komandasından başlayırıq. 11 nömrə İmad Farac və 10 nömrə Freddy Vargas komandanın baş məşqçisi Yuri Vernidubdur. İmad Farac indi topladı. Qapı önünə ötürmə edilir. Başla zərbə! İnanılmaz! Bu hücumun təkrarına bir daha baxırıq. Əvvəlcə sol tərəf ötürmə edildi. İmad Farac burada topu qapı önünə ötürdü. Başla zərbə vuruldu. Kifayət qədər fəaldır və bu da ilk hücum, o təhlükəli epizodun təkrarıdır. Fərqli rakurslardan izləyirik. İmad Faracın ötədi. 17 Isuf Baro, 23 Nuno Rodrigues, 7 Hamidu Keita, 10 Felipe Santos və 11 nömrə Bomuaka Simakala. İmad Farac daha bir ötürmə. Başla zərbə qeyri dəqiqdir. Tərlan Əhmədli qeyd edir ki, ardıcıl 4-cü oyunu oynur. Bu arada təhlükəli vəziyyət yarandı və Hamidu Keitanın fərqlənməyinə Kenan Piric imkan vermir. Təkrara baxaq. Offside görünən budur ki, yox idi. Əla açıldı burada Hamidu Keita və Keitanın bax bu hərəkətindən vurduğu görüş var ki, onu xatırlamaq olar. Karvan Yevlaxla oyunda fərqlənmişdi. Aktivdə 8 gol var. Ötürməyə yaxşı alınır. Neftçinin hücumu zərbə ilə bitirmək mümkün olacaqmı? Zərbədə vurulur, amma top qapının üstündən keçir. Üstünlüyə gələnə bilərdi. Qayda pozuntusu qeydə alınır. Quruluş seriyaların təməli qoyulurdu bir növ Neftçi komandasında. Və bu komanda Araz Naxçıvan üzərində qeyd etdiyimiz kimi həmin görüşdə 4-0 hesablı qələbə qazanmışdı. Vargas qapıya düşə bilmir. Ötən turda Sumqayıtla görüşdə qol vurmuşdu və komandanın ən yaxşılarından idi Freddy Vargas. İstər keçidləri ilə, istər ötürmələri ilə, istər burada o qolla. Elvin Bədəlov. Vargas. Emin Mahmudov. Ötürmə yaxşı alındı. Zərbə indirildi və Tərlan Əhmədli. Bu daha əvvəlki hücumdur. Elvin Bədəlov ötürdü. İmad Farac hücumu davam etdirirdi və Tərlan Əhmədli həmin həmlənin qarşısını almışdı. Mərkəzə meyillənir. Yerində dövrə vurdu, topu ötürdü. Hücum davam edir. Vargas'dan ara ötürməsi. Başla zərbə və gol! İmad Farac fərqlənir. 1-0. Neftçi hesabda önə keçir. Təkrara baxırıq. Oyundan kənar vəziyyət yox idi. Nə Emil Səfərov, nə İmad Farac oyundan kənar vəziyyətdə idi. Başla zərbəni vurdu və Vargas'ın ötürməsi də əlbəttə ki, qeyd olunmalıdır. Qapçının önündə top yerə də dəydi. Bir qədər Tərlan Əhmədlinin yanıltdı. Bəlkə də götürüləsi topuydu, yəni çıxarılası bir topuydu, zərbə idi. Hər halda nəticə məhz belə olur və İmad Farac offside rakursunda sizə təqdim olunur. Felipe Santos. Felipe. Elvin Bədəlov. Emin Mahmudov xeyli geriyə gəlib. Breno Almeida. Vargas yaxşı döndü. Vargas keçid möhtəşəm alınır. 4 nəfərlə Neftçinin hücumunu izləyirik. İmad Farac. İmad! Top qapının üstündən keçir. Hərəkəti ilə, keçidi ilə vaxtında da ötürməni verdi. Bəlkə də elə paralel qaçan, sağı ilə qaçan Emil Səfərovla oynasa daha yaxşı olardı. Çünki bu ötürmə ilə Bəxtiyar
Kenan Piric mərkəzdəki boşluğu çox yaxşı dəyərləndirir və Emil Mahmudovla oynayır. Eminlə irəli ötürmə dəqiqə alınır. Emil Səfərov zərbə indirilir və gol! Breno Almeida Neftçi formasıyla ikinci golunu vurur. 2-0 oldu hesab. Emil Mahmudovun ötürməsini də qeyd etmək lazımdır. Transferi Breno Almeida ikinci golu vurur. Bax budur Emil'in ötürməsi. Daha sonra Emil Səfərov məhsullar ötürməklə yadda qaldı. İlk ötürməni verən Emin oldu, ikinci ötürməni verən Emil oldu. Eminlə Emil'in yaratdığı hücum Neftçi üçün ikinci golu gətirdi. Fərqlənən isə Breno Almeida olur. Və offside xətti də vardan da görüntü bizə təqdim olunur. Top oyuna daxil edilərkən ilk ötürmə. Cərimə zərbəsi yerinə yetirilir. Təhlükəli ola bilər. Başla zərbə və fərq azalır. Slavik Alxasov Araz Naxçıvanı ümidləndirir bu qolla 2-1. Bir daha baxırıq. Əvvəlcə Coşqun Diniyev topu oyuna daxil etdi. Ardınca top Neftçi futbolçularından Slavik Alxasov istiqamətində getdi və Slavik Alxasov bu vəziyyəti lazımlıca dəyərləndirir. Kenan Piric bu zərbə qarşısında aciz qalır. Zərbə anında o da elə. Bəxtiyar Həsənalizadə ötürməni verməyə tələsmirdi. Sivakaldan ötürmə, zərbə alınmadı. Bu cür fürsət yaransa da meydana yenicə daxil olmuş Barkohen. Bəxtiyar Həsənalizadə mübarizədən qalib ayrılır. İrəli ötürmə edildi. Jordan Rezabala topladı. Neftçi üçün növbəti fürsət. Jordan Rezabala! Alınmadı zərbə. Oyunda son nöqtəni qoymaq olardı. Yekun nəticəni müəyyənləşdirib komandasına qələbəni qazandıra bilərdi Jordan Rezabala. Sesid Almeida. Və bu da son. Əli Əliyev final fitini səsləndirir.